Dərman terapiyası nə qədər effektlidir və cərrahiyə nə vaxt tələb olunur? Dərman terapiyası yenə də dediyim kimi, əgər hormon çatmırsa, onu yerinə qoyuruq. Normal fizioloji tələbata uyğun olaraq, yaşına görə, pasientin yaşına, cinsiyyətinə, yanaşı xəstəliklərini, hər bir şeyi nəzərə alaraq təyin olunur. Xüsusilə də çəki nəzərə alınır burada, çünki ona görə hesablanılır. Əgər hormon ifrazı yüksəkdirsə, triostatik preparatlar, yəni hormon səviyyəsini tənzimləmək üçün, azaltmaq üçün onlar təyin olunur. Cərrahiyyə isə artıq biz duruma görə qərar veririk. Əgər düyün təsbit olunubsa, ultrasəs müayinəsi nəticəsində biz o düyündə şübhəli bir düyündürsə, şübhəli əlamətləri var və ölçüsü 1 sm-in üzərindədirsə, biz onun incə iynə biopsiyası tələb edirik. İncə iynə aspirasiyon biopsiyanın nəticəsinə əsasən, əgər benin gələrsə, yəni xoş xassəli gələrsə, düyünü izləməyə buraxırıq. Müəyyən intervallarla, bu da pasiyentə görə və düyünün xarakteristikasına görə doktor tərəfindən təyin olunur. Elə pasiyent var, biz ona 2 ay sonra təkrar ultrasəs müayinəsi, neçə ay sonra müəyyən ola bilsin ki, təkrar biopsiya məsləhət görülür. Yəni nəticəyə görə qərar verilir. Əgər orada malin, yəni ki, bəd xassəli bir hüceyrə aşkarlanıbsa, dərhal cərrahi müdaxilə tələb olunur və o artıq oradakı nəticəyə əsasən cərrahi əməliyyat planlanılır və cərrahi əməliyyatdan sonra yenidən tiroid hormonu təyin olunaraq pasiyent izlənilir. Yəni cərrahiyyənin digər bir göstərişdə diffuz dediyimiz kimi diffuz böyümələr olur ki, bunlar nəfəs borusuna baskı edirlər, insan boğulur, udqunanda ona mane olur və yaxud estetik psixoloji problem yaradırsa, bu zamanda cərrahiyyə tövsiyə oluna bilər.